Salam dəyərli şagirdlər, ümid edirəm ki, hər biriniz yaxşısınız. Bu günləri şagirdlərimlə bir yerdə 9-cu sinif buraxılış imtahanının suallarına baxacağıq. Həm də onların müzakirəsi ilə bir yerdə. İstədim ki, bu gün fərqli format olsun. İlk olaraq başlayırıq dinləməklə. Şagirdlər də hazırdırsa, dinləməyə başlayaq. Və bir-bir sualları müzakirə edəcəyik. Yəni, dinləməyə bir dəfə qulaq astıq, heç nə danışmadan təxmini yarım saniyə verəcəm. Sonra bir yerdə ikinci dəfə qulaq asacaqsınız. Bir dəfə qulaq assaq məncə bəsdir. Qulaq asaq baxar. Yaxşı, baxar. Rahat. Başladıq. Toyota is one of the largest automobile companies in the world. It was founded by Kiichiro Toyota in Japan. Year by year, the company made inventions in automobile industry. Soon it became the 9th largest automaking company in the world. Today, Toyota makes inventions not only in automaking, but also in different areas of life. One of them is building modern town called Woven City, the city of the future. Woven City will be a special place for Toyota's research. It will help Toyota to learn deeply about self-driving vehicles that use renewable energy sources. Toyota aims to use this information from Woven City to improve its understanding of local traffic problems. By the help of the technologies, the city aims to release less harmful gases into the air. Woven City also includes smart homes. Toyota has officially completed only the first part of the city's construction. The city will provide 100 people with these apartments. Once the construction is completed, 360 people will be able to live there. İkinci dəfə dinləməyə ehtiyac var. Yaxşı, başlayırıq. İkinci dəfə. Toyota is one of the largest automobile companies in the world. It was founded by Kiichiro Toyota in Japan. Year by year, the company made inventions in automobile industry. Soon it became the 9th largest automaking company in the world. Today, Toyota makes inventions not only in automaking, but also in different areas of life. One of them is building modern town called Woven City, the city of the future. Woven City will be a special place for Toyota's research. It will help Toyota to learn deeply about self-driving vehicles that use renewable energy sources. Toyota aims to use this information from Woven City to improve its understanding of local traffic problems. By the help of the technologies, the city aims to release less harmful gases into the air. Woven City also includes smart homes. Toyota has officially completed only the first part of the city's construction. The city will provide 100 people with these apartments. Once the construction is completed, 360 people will be able to live there. Toyota. Nə qədər insan deyirdi? Sonda. 360. Bax, ən sonda. 360 deyirsə, bax, fikir verin, bax, bu true false-da ən sonda yadınızdan çıxmasın deyə dedim. 360 nə deməkdir? 360, düzdür. 360 100-dən az deyil. Deməli, biz bunu avtomatik false götürdük. Nəsə arxadan qabağa gedək. Burada 4.3-də, ümumiyyətlə həmişə demişdim, nəyə fikir verin cümlədə? Only olan. Sən avtomatik only-ni gördün və əksər hallarda nə reading-də, nə də listening-də. Only sözünü gördünüzsə, götür qələmini istəyirsən. Hə, only sözünü gördünüzsə, onu sən çıxırsan avtomatik. Çıxdıq, bu da nə olacaq? False. İndi Toyota was founded by... Bu true'dur, düzüydü. Sonra, bu təbii ki, yəni bunu biz bilməsək də, dinləməsək də avtomatik olaraq doğru götürəcək. True false'lar həmişə rahat olur. Bu 7. İndi 3-ə baxsaq. By the help of the technologies, bunu olduğu kimi dedi. The city aims to release less harmful gases. Başqa variant götürən var idi mi burada? Yəni, bu cümlənin davamını gətirməlisən sadəcə və olduğu kimi də bizə bildirdi. Növbəti. Baxırsınız digərlərinə. Aha. Why will Woven City be a special place for Toyota's research? Nəyə görə bizim üçün önəmli idi? Çünki o nəyə kömək eləyir? It will help Toyota to learn about self-driving vehicles that use renewable energy sources. Yaxşı, B variantı niyə səhvdir sizcə? After successful research, Toyota will provide a lot of people with houses. Eləmirdi. Bəs C-də? Deyir ki, it will provide Toyota with information about traffic problems. Yaxşı. Bəs eksperimentlərin köməyi ilə insanları smart home almağa
cəsarətləndirirdi, dəstəkləyirdi. Belə bir məlumat yox idi. Bəs Y-də problem nədir? The experiments will enable Toyota to build a lot of cities in other parts of Japan. Bu haqda məlumat var idi mi? Yəni avtomatik, yəni variantları tapmaq çox rahat idi, su idi yəni. Və təbii ki, dinləmə nə haqqındaydı? Yaxşı. Maşın haqqındadır. Bir dəfə edirsə. Yaxşı, ancaq Toyota haqqında danışırmı? Yəni onun həyatı haqqında danışır B-də? Yox. Smart Homes by Toyota. Adı çəkilən. Ay, sağ ol, az danışır. Bu da getdi. Sonra automaking. Innovations in automaking. 7. Ümumi adını çəksəz, ümumi siz bu dinləməyə ad qoysaz. Götürərdin yeni innovation in automaking. Bütün hissələrdə dedi sənə bu haqda. Eşitdin? Adını çəkə bilər, amma ümumi məlumat düşünməzdim. Və deyir ki, Woven City-də yaşayan insanlar heç bir əlaqəsi yoxdur. Bəli. Gələcəyin şəhəri. Gələcəyin şəhəri. Gələcəyin şəhəri nədir? Elə people living in Woven City haqqında danışarsa, deyir ki, insanların bu şəhərdə olan yaşayışından danışmır. Ümumi o şəhərdən danışır, onun haqqında məlumat verir. Ona görə D variantı olacaq. Fikir verin. Elə əksər variantlarda Toyota'dan çox fikrimizi nə cəlb eləyir? Burada Woven City daha çox cəlb eləyir. Yaxşı. Tamam, keçdik. Keçək short textə. Short textdə oxuyuruq. People remember to arrive at the airport at least 2 hours before your flight. Make sure you have your passports and tickets with you. Pack your luggage carefully and read the basic rules about what you can bring. Tərcüməsini soruşacağam. Don't forget to bring some food and water for your trip. Have a safe and enjoyable journey. Best regards, Travel Agency Bravo. Nədən söhbət gedir ümumi? Uçuşdan əvvəl neyinəməlisən? Ay, sağ ol. Uçuşdan əvvəl neyinəməlisən? Nəyi tövsiyə eləyir? Bax, bu cümləni oxuyursan. Please remember to arrive at the airport at least 2 hours before your flight. Əsas sözlərin nədir? Altına xətt çəkək. 2 hours ola bilər. Ay, sağ ol. 2 hours ola bilər. Bəli. Yaxşı. 2 hours'ı seçdik. At least 2 hours. Ən azı. Ən azı 2 saat. Before da ola bilər. Before-a fikir ver, bəli. Uçuşdan 2 saat əvvəl gəlməlisən. Və sənə nə tövsiyə edir? Neynəməlisən? Pasportuvu və biletini özündən götür. Bəli. Növbəti. Pack your luggage carefully and read the basic rules. Neynəməlisən? Əsas qaydaları, bəli ki, nələri gətirməlisən və nəyi gətirməlisən özündən? Yemək və su gətirməyi unutma. Yadda saxladıqda əsas nüansları. İndi keçək variantlara. Passengers will be provided with food and water. Əgər təmin olunsaydı, niyə deyirdi ki, gətir? Sonra, travel agency will prepare new rules. Təzə qaydalar. Bu haqda da məlumat yox idi. Passengers should be at the airport only an hour before. An hour edimi? Bir də burada yenə nə var? Only var. Deməli, bu variantı öküz vurdu, getdi. D variantına baxsaz, agency asks passengers not to forget taking their passport. Baxın. Unutmamalıdır. İnkarı var da burada. İnkarı varsa biz bunu götürə bilərik düz. Bunu görüm öküz vursun. Aha, bu düzdür da yəni. Problem yoxdur. Все, D variantı. Y-də problem nədir? İcazə verilir. Götürməyə amasına icazə verirlər. Verilir də, amma əsas qaydalar oxumalısan ki, nələr gətirməlisən. Aferin. Keçdik 6-ya. There will be a picnic. Gəlin qaldıraq bunu. Ki, bütün variantlar düşsün. Saat neçədədir? 12-də və hansı gün? Ay, sağ ol. Bir də fikir ver. Orada next də ola bilər, last da verə bilər variantlarda. Dinc dur. Dinc dur. Hə. Burada this-ə fikir verirsən. Yaxşı. Sonra, for teachers of the school. Parkda müəllimlər üçün nə var? Piknik var. Bazar günü. Sonra, if family members want to join the picnic, they should pay half the price of the bus journey. Aha. Gediş haqqının yarısını ödəməlidir. Yaxşı.
Bring their nədir? Everyone should bring their lunch. Hamı nə etməlidir? Yeməklərini özünə gətirməlidir. Gəlin və deyir, əylənin, müəllimlər klubu dəvət edir. Yaxşı, indi variantlara baxsaq. Müəllimlər nə edir? Deyir, piknikə gələcəklər. Növbəti, bax demişdim, fikir ver. This deyir, getdi. Picnic will be held early in the morning at the weekend. Weekend. Əgər, məsələn, bugün neçənci gündür? Bugün birinci gündür, düzdür? Hə? Monday'dir də. Bu deyir ki, bazar günü deyirsə, bu həftə sonu deyil. Bu həftə sonudursa, götürə bilərik. Bala, bu həftə sonudur da, yəni, niyə ki? Məncə ola bilər, yaxşı. İndi mən sizə elə çaşdırıram da, bir imkan verin. Hə, bu həftə sonu nə vaxt keçiriləcək? Səhərdirmi saat 12? 12 saat. Səhər deyil məncə, çünki gün ortadır. Ona görə həm də. C-yə baxırsan. Family members are not allowed to bring lunch. Əksinə. Var. Everyone attending picnic should pay half. İnsanlar gəlsin. Yəni müəllimlərə. Ay, sağ. Bu müəllimlərə aid deyildi. Sadəcə valideynlərə aiddir. Yəni everyone burada səhvdir. Y-də teachers should take their lunch with them to the picnic. Ümumiyyətlə deyir ki, yeməklərini gətirsinlər. Doğru variantımız nə oldu? Y variantı oldu. Və növbəti short textə baxırıq. I'm inviting to. Aha, burada nəyə fikir versiniz adamlara? Deməli, müraciət edir kimə? Kəsinə. Kim? Mary. Mary müraciət edir. Onu yadda saxlayın. Yəni mübtədan burada Mary'dir. Tamamlanan kəsrində. I'm inviting you to my birthday party. Hara dəvət eləyir? Ad günün altından xətt çək. Aha, harda? Mənim kuzenimin. Aha, qohumumun evində. Və bu, fikir ver. Bu 5-ci gün. Let me explain to you how to get there. Eləyim sənə ki, ora necə getmək olar. If you take your car, drive directly, nəsə, əz maşınla gəlirsənsə, Forest Road'dan düz sürürsən, sonra nə edirsən? Brownsville-dan nədirsə onu keçirsən və daxil olursan nəyə? 13A-nın çıxışına. Və aşağıya düşürsən bu yolda və dönürsən hara? Sola. Bu mənə desəydilər, mən yazmışdım. It's the first big house on the right. Sağda olan hansı evdir? Birinci böyük evdir və see you there, görüşərik. Yəni, ümumi söhbət nədən gedir? Dostunu dəvət edir ad günüsünə, qohumunun evində və ümumi məna nədir burada? Ay, sağ ol. Dəvət edir və ona yolu başa salır. Bir baxsaq. Kəstin deyir ki, Mary'yə ev adresini demir. Sonra Mary asked Kestin to come to her birthday party by her cousin's car. Onun maşını haqqında məlumat yox idi. Bu da getdi. Mary invites Kestin to her birthday which will be next Friday. Yenə buradan vurub diqqətli olursunuz. D-də Mary describes the way to her cousin's house to Kestin. Bəli, bu düzdür. Y-də səhv nədir? The house of Mary's cousin is the last big. Sonuncu deyildi. Nə idi? Afərin. Birinci burada sağdır. Çətin idi. Short text asan idi. Ümumiyyətlə, yəni imtahan səviyyəsi axırda müzakirə eləyərik, görək necədir. Bir də burada onlar da var, onlardan soruşarıq. İndi burada short text dinləməyə baxdınız da, çətin də asandır keçənlə nisbətən. Short text keçənlə baxanda asandır. Aha. Dinləmə daha çətindir. Mən də elə düşünürəm. Dinləməni biraz çətinləşdiriblər. İkisi də asandır. Sən alim professorsan da ona görə. Gəl, baxaq. Bu qəşəng mətn idi. İndi baxırıq. Kano Chrysias is unique and colorful. Colorful nə? Sonra nədən söhbət gedirdi? O deyir ki, gölün ətrafında dağlar və göllər var. Sonra burada nəsə şey düşüb. Silinib. Did nə ilə məşhurdur? Müxtəlif rəngləri ilə məşhurdur. Nədir? Məşhurdur və nə adlanır o? 5 rəngli göl adlanır. Və yaxud da liquid raindir o. Yəni göy qurşağı liquid əslində mayedir. Göy qurşağı suyu mənasında bəlkə gedər burada. It includes various colors like hansı rənglər var idi? Qırmızı, qara, nəsə bla 5 rəngi sayır. Və nə deyir? Qırmızı rəng hardan gəlir? Onun altında böyüyən nədən gəlir? Bitkidən gəlir. Sonra onun nəyə gəlir burada? Bir dəqiqə. Aha.
Günəşdən asılı. Günəşin işığından. Ümumiyyətlə bəli, yəni günəşin işığından asılıdır. Bu sözə fikir verin, bizə testdə lazım olacaq. Sonra Digər rənglərdə. Ay, sağ ol. Və yellow isə qumdan. Yəni hər şeyin rəngindən irəli gəlir. Və deyir ki, bunu qorumaq üçün nə etməlisən? Çirklənməni və ziyanın qarşısını almaq üçün nə edirlər? Herkes bura girə bilməz. Sonra deyir ki, turistlərin nə etməlidirlər? Xüsusi sənədə ehtiyacları var. Bəli, icazə sənədi olmalıdır hökumətdən ki, onlara bu əraziyə daxil olmağa icazə verilsin. Və turistlər ancaq bura bələdçi ilə daxil ola bilərlər. Bəli, və onlar nə etməlidirlər? Tura əvvəlcədən sifariş verməlidirlər. Bəli, və bu möcüzədən ona görə həzz ala bilərlər. Və amma deyir ki, bu çaya getmək asandırmı? Deyil. Birinci nə edəcəklər? Helikopter, sonra qayıq və ən sonda nə edəcəklər? Ayaqla, yəni piyada. Yadda saxlayırsınız bunu. İndi gəlin variantlara baxaq, bir-bir müzakirə eləyək. Deyir ki, tourists avoid using a boat. Onlar qayıqdan imtina edirlərmi? Belə bir məlumat yoxdur. Can visit the place without the help of guide. Deməli, burada out sözü artıqdır. Bu getdi. Yaxşı. Damage the environment if they travel with a tour. Yəni, əgər turla gedirlərsə, yəni nəzarət olur deyə olmaz. Ziyan vurmaq olmaz. D variantına baxaq. Bəs yerdə problem nədir? Are allowed to throw. Nəsə atmaq olmaz, çünki qoruyurlar onu. What makes Cana crystals famous? Nə məşhur eləyirdi onu? Aha, bəli, different colors of river. Yəni onun adı da yox. Bir sıra çaya yaxın olan göllərdən də söhbət getmir. Yoldan və yaxud da bələdçilərdən də söhbət getmir. Ümumi, yəni bunun adı nə olar? Ona baxmalısınız. Və onu məşhur edən nə olduğunu buradan görürsünüz. Popular for its different colors. Mətn rahat idi. Ona baxırsınız, səhv fikrə baxsaq. Travelers need to go to the river on foot. Aha. Ehtiyac var, düzdür bu. Piyada getməyə ehtiyacları var, bəli, doğrudur. B-də plants growing under Cana crystals give, deməli, bitki verə bilər, bəli, bitkin qırmızı rəng verir. Sonra black stones və yellow sand don't affect. Aha, D variantında çətin idimi getmək, bəli, 3 nəqliyyat vasitəsindən, 2 nəqliyyat vasitəsindən istifadə edirlər. Və təbii ki də bu çirklənməyə görə və ziyana görə qorunur. Bu da doğru variantı idi. Ümumiyyətlə, mətndə söhbət nədən gedirdi? Aha, yəni mən bu mountains around Cana crystals. Aha, qeyri-adi göldən söhbət gedirdi. Bəli, bu olacaq Y variantı. Göllərdən və yaxud da sifariş verməkdən adını çəkilə bilər, amma biz bunun adını qoya bilməliyik. Adı çəkilir, amma ümumi ancaq onun haqqında söhbət getmir. Rahat idi 11-də. Keçək grammar-a. Grammar-da məncə çətin deyildi. Hə, üzürlü sayın. Baxaq, bəli. Deyir, düzgün fikrə. Only a guide can book a tour to Cana crystals. Only guide, insan özü. Bəli, bu getdi. Sən özün sifariş edirsən. Sonra? Bəli, günəş. Bax, burada nə deyir? Depending on sunlight. Yəni, günəş şüasından asılıdır da bunun rəngi. Yəni, 2 düzdür. Növbətdə, the location of the river includes mountains as well. Bəli, dağlar da var da onun yerləşməsində. Bu da düzdür. İndi 4-də fikir verin. Deyir ki, helikopter axırıncı minik vasitəsi idi. Xeyr. Birincidir, sonra qayıqdır, sonra sən nə etməli idin? Piyada getməli idin. Ona görə bu da getdi. Cavab olacaq 2-3. İndi biz 13-ə baxaq. Yiyəlik al istəyir uşaqlar. Buna aid 100 dəfə test işləmişik. Deməli, məkan mənasında bəli, Diyanəgildə düzdür. Burada deyir ki, qonşumun qapısı düzdür. 3-dən nə səhvdir? Çünki oğlanların, aferin, oğlanların əlləri, bir də bu cəm olmalı idi, ar olmalı idi, getdi. The old man's necə olmalıdır? Bu da. Okey, çox rahat idi, C variantı. 14-də baxırsan, 14-də Michael və onun dostları yarışda deyə bilərsən həm. Varianta baxanda tutmaq olur. Əslində düz deyirsən. Nayza ilə nə olur? Nor. Deməli, orada gedər. Bossla nə olur? Rahat idi Ayza ilə. Yəni, bunu səhv eləyən, yəni bu
Siz 2 almamaq üçün yazılmalı olan sualdır. 15 də çox rahat idi. Sən buradan lastdan bilirsən ki, hansı zamanda? Keçmiş. Təbii ki, burada keçmişdə sən mənə axtaracaqsan, was were. Əmi çıxdın, izi çıxdın, avtomatik. Burada was were yoxdur. Bəli, mübtədamız eyni olarmı? Heç vaxt olmaz. Hansı variant qaldı? Bəli, ödəyir. Bu özdə party bizim tamamlığımız, gördüyünüz kimi. Sonra was organized participle to da yanındadır, doğrudur. Leksik sualda 16 tərcümə edək. Peki mən Həppy var deyə müsbət bir şey yazmalıyıq. Baxım görüm necə düşür. Mənim uçuşum pəncərənin yanındadır. Aha. I was and happy during the flight because mənim yerim deyir pəncərənin yanındaydı deyə mən özümü necə hiss edirəm? Şanslı hiss edirəm. Yəni bir dənə müsbət söz burada nədir? Lucky, lucky, afərin. Lucky and happy. İndi əsəbi, faydasız, sıxıcı və qəmgin sözlərini çıx. Disturb nədir? Notice. Notice nədir? Yox, o noise'dur. Notice bilsiz nədir? İkinci feillərdə var idi. Bəli, var idi. Nə yaxşı tutaq ki, bilmədiniz. Definitiondan tapacaqsınız. Attend iştirak etmək. Bəli, iştirak etməyimi burada hansı sözlə tuta bilərsən? B-də. To be present and event. Bəli, burada olacaq B. Sonra, to stop somebody doing something. Kiməsə yəni dayandırırsan nəsə etməyə qarşı olan, narahat eləyirsən, bəli. Notice nə olacaq? Mənasını tapaq. To see or pay attention to somebody. Neynəmək? Diqqət etmək, nəzər etmək, müşahidə etmək mənasında C-A-B olacaq uşaqlar. Oldu hansı variant? B variantı. 18 dəhşət rahatdır, yəni. Bunu 100 dəfə soruşmuşam. Nə detayət? Aha, exhausted. Spoil nədir? Amma şərtə mütləq baxanda close nə istəyir? Sinonim. Close sözünün antonimi nədir? Opposite. Opposite olsa o antonimləri tapırsınız. Mütləq şəkildə çaşdırmayın özünüzü. Repair'in bugün sinonimlərini demişdik. Fix bir də? Bir də? Fix, restore, bir də ment. Mentlə fix daha yaxşıdır. Strange, qəribə, ordinary, adi antonimdir. Tell, count, demək və saymaq. Spoil, korlamaq, clear, aydınlaşdırmaq, təmizləmək, bu da olmaz. Yaxşı, baxırsınız 19 nə sualıdır? Zaman. Gülüşün yaralı yeridir gör. Burada çətin bir şey yoxdur. Düşdə yazarsan. İfdən sonra bil gəlməz. İfdən sonra bil gəlməz. Bilmən keçmişdənmi? Aha, İndi keçdənmi? belə deyim, hə. Gələcək zaman uzlaşmır keçmişdən əlasan. İfdən sonra bitmiş zaman gəlir. İfdən sonra bitmiş zaman gəlmir. Bu da getdi. Bu studying sözü ümumiyyətlə zamandır. Studying sözü zaman deyilsə, nə edəcəksən? Bunu da çıxırsan. Bu sadəcə gerunddur. Tərcüməsi nə olacaq? You will enter the university if you are. Sən universitetə sən deyir çox çalışsan, universitetə daxil olacaqsan. 20-ci sual çox çətin idi uşaqlar. Necə taparsınız? Bu ofisdən əvvəl baxırıq, bax sonra tək götürürük. Səhv yazmısan bunu işləyəndə. Nəyə görə? Bilmirəm, başım qarışır. Cümləndə söz önü gördünsə, söz önündən əvvələ bax mütləq. Misal üçün bax burada box of-u görün. Nə olsun ki, cəmdədir. Box təkdədir. Nəyə götürəcəksən? Was və is, bəli. 2-3 olan B variantı. Bax misal üçün burada görsəz 5 boş kilos görsəz, indi sual verim. Üz yazarsınız yoxsa ar yazarsınız? Elə düşünürsünüz? Siz nə tər düşünürsünüz? Hə? 5 kilos miqdar bildirdiyinə görə belə boş görəndə xəbəri tək olur. Sizi özünüz boyda öküz vursun, bəli. 5 kilos of apples deyirəmsə. Afərin. Bax, ofdan əvvəl, bax, budur da şolar. Eyni qaydadır. Görsən ki, cəmdə nə olacaq? Ar. Çətin bir şey var burada. Qeyd edin, qeyd edin. Bilməyənlər mütləq qeyd etsin. Qeyd eləməyən bilirsiniz də nə olsun day burada. Deməyin. Yaz Kənan. Deməli, başqa sual versəm, 50 dəqiqə deyirəm. 50 minutes. İz olur. İz, çünki miqdar bildirir. Ümumiyyətlə zaman məfhumudur, miqdardır, kilodur. Bunlar çox vaxt belə xəbəri təkdə tələb edir. Amma of görəndə qayda dəyişir. Az qaldı. Sonra azad olacaqsınız. Maşallah, nə oldu buna? Hə. Düzəltdik. Burada the shop which is mütləq at the weekend, in the weekend. Bax, bir dənə avtomatik tutaq ki, qaldınızlar. Ofları çıx.
Yadda saxla. Mən sizə demişdim, between-də among-dır. Between ən azı iki şey arasında olur. Among 3 və daha artıq. Deməli, between və among-dan sonra necə isim gəlir? Cəm isim gəlir. Bu cəmdir. Avtomatik bunlar da getdi. Aha. Deməli, deyir ki, mağaza hansı ki deyir evə yaxındır. Mağaza evin içərisində ola bilməz. Düzdür? Ona görə bunu da çıxacaqsan. Bəli, çox vaxt at the weekend olur. Götürəcəksən hansı variantı? B variantı. Çətin idimi? Tərcüməsini bilməlisiniz burada prepositionların. Bir də dediyimiz kimi between və among-dan sonra niyə mən bunları götürmədim? Çünki ismimiz necə olmalıdır? Cəmdə olmalıdır. Yaxşı. One of-dan sonra nə gəlir? Easy peasy. Ay sal, inzi. Çox vaxt söz öndən sonra məkan bildirən söz varsa z olur. 23-cü sualı bir dənə öküz vurmuş şagirdim səhv eləyib deyə. Dünən ümumiyyətlə baxmamışam mesajlara. Bugün gedib baxacam. İnfarkt oldum yəni. Bunu görüb qaydasız götürmək. Qaydalıdırsa uşaqlar, gəlin qaydasızlar çıxaq. Deməli, forget getdi. Build getdi. Dig getdi. Dig dag dag. Send də getdi. Nə oldu? Всё. Y variantı. Məncə sizə düşsə misal qaydasız düşəcək. 100% ki, onları mütləq təkrarlayırsınız. 24-cü sual definition sualıdır. Ay, sal. İzdihamlıdırsa nəyə götürəcəksən? B-nə. Görürsünüz uşaqlar, ordinary sözü ikinci dəfə də gəlib tapdı bizi. Adi deməkdir, yəni not, unusual. Mild nədir? Yumşaqdır, bəli. Sərt olmayan, yəni C. B, C olan variantımız? B variantı. Ay, sal. Definition 2 dəfə düşür. Elə mən də ona baxdım. Hə, uşaqlar fikir verirsiniz, bu ilkdir ya. 2 dənə definition düşüb. Deməli 9-lar oturmalıda definitionların hamısını işləməlidir, amma çətin sözlər deyil. Yəni ümumi sözlərin səviyyəsi çətin deyildi. 25-ci sual çox bəyəndim. Siz yadınıza düşür, mən bu sual cümlələrini keçəndə demişdim ki, suala fikir verin. Əgər cümləmizin sonunda from varsa, ümumiyyətlə söz onu varsa, 2 dənə sözü daha çox axtarmalıyıq. Nə idi o? Who, bir də what, where də var. Where from. From varsa bəli, üçünü axtarırsınız. Düzdür? Bu yazdırdığım qayda burada var. Var. Ay sal. Burada when-i çıx, why-i çıx. Avtomatik nədir? 3-dən 4. Bir də nəyə diqqət edin? Bir də gördünüz, bəlkə təzə sizə necə düşə bilər. Nöqtə verər. Part of Azərbaycan. Mən bunu sizə quizdə salmışdım. Azərbaycan yazar. Cümlənin ardını gətirdi. Elə bu cümlə kimi gələr. İndi çox uzatmayım. From yazaram. Düzdür? Bunu görsəm, bu seçimlərdə nəyi seçə bilərəm? Who part deyə bilərsən, who-dan sonra isim gəlməz. What ola bilər. Burada what-u yaza bilərəm. Aha, bir də bayaq dedin. Yox, where-dən sonra isim gələr. Bir də which olar, bəli. Which from olur ki? Which from part var deyə olar, bəli. Yəni deməmişik, which olan cümlənin sonunda söz önü olmalıdır deyilən bir şey yoxdur. Yaxşı. Və buna da xüsusi diqqət edirsiniz. Söz önlərini bilən şagird bunu avtomatik şəkildə yazacaq. İndi ümumi dəyərləndirsək, keçən ilmi, bu ilmi çətin idi. Bu il çətindir. Yazacaqdı amma 9-da. Yazacaq bir şeydir. Sən mübtəda xəbər uzlaşmasına mütləq şəkildə fikir ver. Sizin fikirləriniz də bizim üçün önəmlidir. Nə öyrənmiş olduq burada? Definition 2 dənə düşüb. 11-lərə baxanda leksik suallar daha çox düşüb. Ümumiyyətlə ildən ilə leksik sualların sayı artır. Ona görə nə etməlisiniz? Öyrənməlisiniz. Sözləri öyrənməlisiniz. Siz də öyrənirsiniz. İnşallah növbəti sınaqların izahında düşünürəm ki, bu formada sizdən izah edək. Nə sualımız olsa mütləq şəkildə bildirməyi və kanalımıza abunə olmağı unutmayın. Hər birinizə uğurlar.